bunu da bilin ki, bu iftixarın və bu şəhadətin keyfiyyəti də maraqlıdır. Ağa zaman, məkan baxımından Ağa Ramazan ayında əzizlər şəhid oldu. Oruc ağız ağanı şəhid elədilər. Eyni cəddi Əmirəl-Möminin əleyhissalam kimi. Ramazan ayında oruc ağıza şəhid oldu. Və ağa ibadət halında şəhid oldu. İbadət halında şəhid oldu. Əmirəl-Mömin əleyhissalam ibadət halında şəhid oldu. Və bəzi məlumatlar ki, mən deyirəm, ola bilsin, diqqət edənlər desin ki, burada oxşatmalar çoxdur, elə bilər. Xeyr, çox inandığım və dediyinə şək etmədiyim şəxsin dediyinə görə, ağa, mən dediyinə şək etmədiyim şəxsin dediyinə görə, ağa səcdə halında dünyadan gedib. Əlbəttə, bunun izahı var, səcdə halında dünyadan getməyinin sübh namazı vaxtı ki, deyildi. Və mümkündür də fiziki səcdə olmasın bu. Bu bir böyük bir şəxsin yuxusudur ki, ağanın şəhadətindən bir gün qabaq ağa səcdədə şəhadəti yetişməsi düz bir gün qabaq, yəni 24 saat qabaq bunu bir şəxslərdən biri ki, bu yolun əhlidirlər, nəql elədi mənə. Və hətta ağa şəhid olmamışdan qabaq nəql olundu bu. Şəhid olmamışdan qabaq. Ki, ağa bu vəziyyətdə şəhid oldu, səhəri müharibə başladı və ilk növbədə də ağanı vurdular. Ağa səcdə halında. Yenə də deyirəm, hətta əgər ibadət halında da olmasa, xidmət halında ağanın xidməti ibadətdir.